Səyahətə gedəndə bu baqaj məsələsi var idi. İndi baqaj bizdə çox aktualdır da bu məsələ. Hə. Baxırsan ki, hər avialiniya elə bil ki, özünə uyğun baqaj ölçülərini nəsə təyin eləyir. Gedəndə birinə gedəndə görsən bundan rahat keçsən. Əslində belə standart olaraq bir-birinə yaxındır. Yəni 3-5 sm fərqi olur, amma o qəliblərə baqaj girməyəndə indi bir də bir şərti deyim ki, indi yaxşı bir məsələni də deyim ki, o şərtlərə, o tələblərə ciddi şəkildə yanaşanlar aşağı büdcəli hava yollarıdır. Yəni belə deyək, indi bayaq fərqi izah edirdik. Azalda məsələn o nüansa elə də ciddi, yəni belə deyək, bəlirli bir ölçü var. Amma yəni sənin o ölçüdə 3 sm, 5 sm yuxarı oldu, ona görə heç kim sənə söz deməz. Ona sənə heç kim söz deməz. Amma bu biri tərəfdə 1 sm da belə oldu, o qəlibin içinə yerləşmədisə. Yəni mən çox uçuşları Azalla həyata keçirirəm. Mən bir çox görməmişəm ki, Azal təyyarənin qapısının ağzına o qəlibi qoysun, bir qəlibə salsın, çıxartsın cəmaatın baqajını. Yəni elə bir hal olmur. Əslində mən istədiyim ki, mən də buradan uçanda heç vaxt söyləməmişəm də, gedəndə. Bir dəfə sadəcə olaraq Türkiyədən gələndə mənə bunu dedilər. Yəni Azalla gəldim Türkiyədən, orada dedilər ki, bəs salın onu ora. Bizə də sumkar çox rahatlıqla keçdi. Bəs şey görsənirdi də, dedi ki, keçməz, çox rahatlıqla keçdi belə. Mən də belə qəribə qaldım ki, məndən niyə dedilər də bunu? Türkiyə, yəqin ki, hava limanı tələbləri olub. Onun tələbləri olub. Gördüm orada türklər idi.